Genələr sayəsində baş verdiyini eşidirəm. Ay, üzünə nə olub? Yəni bu da məni çox üzürdü. Qrup yoldaşlarım demiş ki, məsələn, üzünü salisilik spirti ilə sil, aknelər quruyacaq, keçib gedəcək. Əslində onda bir təsir olmadı. Amma deyirdi pomidor kimi qızarmısan. İnanmırdım ki, mənim üzlərim belə görünə bilər. Akne müalicəm 1 il bundan əvvəl yekunlaşıb. Ondan sonra heç bir aktiv sınavla qarşılaşmamışam. Və belə idi ki, ailə həyatı qurd düzələcək. Hal-hazırda ikinci seansımdır və daha çox nəticə görməyə başlamışam. Mən 3-4 il Qazaxıstanda müalicə aldım, amma heç bir nəticəsini görmədim. Sonra Azərbaycana gəldim bunun üçün. Burada Tərdə doktoru tapdım. Canaq hissələrində əl basmaq yeri yox idi. İndi heç bir ağrılarım yoxdur. Thank you.